Sosial şəbəkələrdə bir video yayıldı. Videoda Zəngilan rayonundan olan məcburi köçkün ailəsi, hansı ki Masazırda məskunlaşdırılıb, bu ailə öz evindən çıxarılır və güya dövlət tərəfindən heç bir yerlə qalmaq üçün heç bir yerlə təmin edilmir. Bu çox ağır iddiadır və biz də bu məsələni obyektiv şəkildə araşdırmaq üçün yaxınlaşmışıq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə. Həmin video ilə bağlı, sosial şəbəkələrdə yayılan video ilə bağlı sualımız var ki, bu ailə doğrudan da belə bir situasiya varmı? Yəni bu ailə çıxarılıb və heç bir yer təklif olunmayıbmı, yoxsa təkliflər olub, sadəcə qəbul etməyiblər? Nəzərinizə çatdırırıq ki, Zəngilan rayonu Vənətli kənd sakini Dünyam Əliyev Bəşir Kəzimoğlu heç bir hüquqa əsas olmadan Abşeron rayonunun Masazır kəndində məcburi köçkünlər üçün inşa olunmuş yaşayış masivində bir mənzilə daxil olub. Yəni onun əlində heç bir hüquqa əsası yoxdur, kirayə müqaviləsi yaxud da müvafiq icra hakimiyyəti orqanının qərarı yoxdur. Həmin mənzildə məskunlaşıb. Mənzilin belə deyək, qanunsuz zəbt olunması ilə bağlı Dövlət Komitəsi məhkəməyə müraciət edib və məhkəmə qərarı nəticəsində onun həmin mənzili boşaldılması ilə bağlı qərar qəbul olunub və vətəndaşın özünün müraciəti əsasında ona bir həftəlik möhlət hüququ verilib ki, mənzili boşaltsın. Lakin bu möhlət başa çatdıqdan sonra belə o yenə mənzili boşaltmaqdan imtina edib. Nəzərinizə çatdırırıq ki, Dövlət Komitəsinin yəni ona heç bir sığınacaq təklif etməməsi ilə bağlı səsləndirilən iddialar düzgün deyildir. Dövlət Komitəsi hazırda boş olan bölgələrdə boş olan mənzil fonduna əsasən, yəni Biləsuvar, Kürdəmir, Ucar kimi qəsəbələrdə boş olan mənzil fonduna ona mənzillər təklif edib, həmin mənzillərdə müvəqqəti yerləşdirməyi ona təklif irəli sürülüb, lakin o... Yəni öz belə deyək də, öz kəndi hazır olana qədər müvəqqəti orada. Hazırda Zəngilan rayon Vənətli kəndi məcburi köçkünlərin geri qayıdışı ilə bağlı hazır vəziyyətə gətirilməyib. Buna görə də vətəndaşa Dövlət Komitəsinin mümkün olan mənzil fondunda, yəni bölgələrdə Biləsuvar, Kürdəmir, Ucar kimi yerlərdə mənzillər təklif olunub. Lakin o bu təkliflərdən imtina edib. Eyni zamanda bildiririk ki, məcburi köçkün özü Dünyam Əliyev Bəşir Kəzimoğlu özü könüllü istəyərsə, antiterror əməliyyatları nəticəsində azad olunmuş Ağdərə, Xocalıq, Xocavənd rayonunda bərpa edilən mənzillərdə köçürülüb. Orada müvəqqəti yaşaya bilər ki, sonra onun kəndi bərpa olunduqda öz kəndinə köçürülməsi məsələsinə də yenidən baxılacaq. Ümumiyyətlə nəzərinizə çatdırırıq ki, Dövlət Komitəsinin qəsəbələrdə mövcud olan mənzil kommunal istismar sahələri tərəfindən mövcud normativ aktlara, yəni kirayə müqaviləsinin şərtlərinə və qanunvericiliyə uyğun olaraq mənzillərin daimi yoxlanışı aparılır və Nazirlər Kabinetinin 65 saylı qərarı var ki, qərarın tələblərini pozulan mənzillər aşkar edildikdə onlarla bağlı müvafiq tədbirlər görülür ki, hazırda Dövlət Komitəsi belə mənzillərin düzgün istifadə olunmaması ilə bağlı məhkəmələrdə 100-dən çox iş var ki, onların bir çoxu Dövlət Komitəsinin xeyrinə həll olunub, yəni məcburi köçkünlər həmin mənzilləri belə deyək, boşaltmalıdır və digər işlərin isə icrası davam edir ki, bu işlərin içərisində də adı çəkilən, yəni hadisənin baş verdiyi Abşeron rayon Masazır qəsəbəsində o yaşayış masivindən olan digər işlər də var. Hazırda biz Abşeron rayon İcra və Probasiya şöbəsinin qarşısındayıq. Qeyd olunan videoda bu şöbənin əməkdaşı Şəhriyar adlı şəxs var idi və onun vətəndaşlarla davranışı diqqət çəkmişdi. Göstərilən humanist münasibət əlbəttə ki, bizim diqqətimizdən qaça bilməzdi. Elə Şəhriyar bəyin özündən müsahibə almağa çalışacağıq. Abşeron rayon məhkəməsinin 2012 45-40-2024 sayılı 29 oktyabr 2024 tarixli icra sənədinə əsasən burada deməli borclular Mikailov Rafiq var, Dünyam Əliyev Bəşir Kazimoğlu, həmin Masazır qəsəbəsi, Abşeron rayonu Masazır qəsəbəsi Zəngilan şəhərci 11 saylı bina mənzil 56 nömrəli mənzildən çıxarılmaları və həmin mənzilin boşaldılması qət olunmuşdur. Belə deyim də, Mikailov Rafiq, biz onunla dəvət etmişdik bura 2025-ci ilin yanvar ayında. İcra sənədinin qərar və bildirişlə tanış etmək üçün və icra sənədinin mahiyyətini izah etmək üçün. Mikailov Rafiq bildirdi ki, bəs mən oradan imtina etmişəm, orayla elə ki, mən orada yaşamıram. Orada hal-hazırda yaşayır Dünyam Əliyev Bəşir Kazimoğlu və ailə üzvləri. Bundan sonra biz elə ki, Dünyam Əliyev Bəşir Kazimoğlu'na əlaqə saxlamışıq. Deməli, 23 yanvar 2025-ci il tarixdə şöbəyə dəvət etmişik və həmin gündə borclu şöbəyə gəlmiş və qərar və bildirişə şəxsən tanış olmuş və imza atmışdır. Və icra vərəqəsinin mahiyyəti ona izah olunmuşdur. İndi özünüz də bildiyiniz kimi bu məhkəmənin qanun qüvvəyə minmiş aktıdır.
Biz də yəni biz icra məmuru, biz bunu məhkəmə qərarlarının icrasını təmin etməliyik. Belə olan halda biz borcluya könüllü icra müddəti verdik. Lakin buna baxmayaraq borclu tərəfindən könüllü icra müddəti ərzində icra sənədi təmin edilməmişdir. Deməli 18 fevral 2025-ci il tarixdə biz ora icra sənədini təmin etmək məqsədilə məcburi icra təyin etdik. Ünvanda olan zaman borclu bildirdi ki, bəs mən qətnaməni əldə etməmişəm. Bizə yəni şərait yaradılsın ki, biz apellyasiya şikayəti verək. Bununla da biz təxirə saldıq həmin günü və borclu tərəfindən mart ayında apellyasiya şikayəti verildi. Və buna baxmayaraq borclunun apellyasiya şikayəti təmin edilmədi. Bundan sonra borcluya biz dəfələrlə xəbərdarlıq etdik ki, yəni icra sənədini özün yəni könüllü icra et. Bu yəni dövlətin adına çıxmış qərardır. Məhkəmənin qanuni qüvvəyə minmiş aktıdır. Və burada da bilirsiniz də yəni tələbkar qaçqınlar və məcburi köçkünlər İşlər üzrə Dövlət Komitəsidir. Yəni buna dəfələrlə etdiyimiz xəbərdarlıqlara baxmayaraq borclu yenə icra sənədi icra etməmişdir. Və beləliklə deməli yenidən biz borcun dəvət etdiyi şöbəyə dəfələrlə özü şöbədə olubdur, izah da olunub ona. Yəni bu icra olunmalıdır. Yəni baxdıq gördük, yəni borc tərəfindən icra olunmur və yenidən biz deməli iyul ayının 3-ü 2026-cı tarixdə biz yenidən məcburi icra təyin etdik. İcrada həmin ünvanda olan zaman borclu bəs bildirdi ki, bəs yaxın zamanda yəni mənzildə yəni xeyri iş olacaq. İndi biz insanlıqda indi o da bizim vətəndaşdır. Buna baxmayaraq biz öz hümanistimizi göstərdik. Və yenidən biz 16 iyul 2026-cı tarixə təxirə saldıq. Yəni qeyd etdiyim kimi 16 iyul 2026-cı tarixdə yenidən ünvanda olan zaman, yəni video görüntüdən görmüsünüz də, yəni qapı tərəfimizdən döyüldü və açılan zaman gördünüz indi oradakı səs-küy zad. 15 iyul 2026-cı tarixdə bir gün qabaqcadan borclu şöbədə olub. Ona izah olundu ki, yenidən özün könüllü oranı boşalt, mənzili boşalt, biz təhvil verməliyik, dövlətin əmlakıdır. Və buna baxmayaraq biz 16 iyul orada olarkən qapı tərəfimizə döydü, bir məlum oldu ki, orada özlərindən əlavə digər şəxslər də var. Gördük ki, yəni həmin mənzil yəni könüllü boşaldılmamışdır. Və orada yenə xahiş etdilər ki, bizə bir möhlət verin, indi 10 gün, 15 gün bizim evimizdə xeyri iş olacaq. Biz yenə öz hümanistimizi bildirdik. Vətəndaş borcumuzu bildirdiyi olar yerinə yetirdik və onlara yenidən biz möhlət verdik və buna görə də 16 iyul 2026-cı tarixdə icra sənədinin icrası təxirə salınmışdır. Orada vətəndaş qışqıra-qışqıra danışırdı və bildirirdi ki, məni məcbur evimdən çıxarıb küçəyə atırlar. Amma biz sizi şəxsən görürdük orada kadrda və görünən oydu ki, heç bir zorakılıq baş vermədi. Yəni vətəndaşa qarşı hər hansı bir zor tətbiq edilmədi və vətəndaş o evdən məcburi şəkildə küçəyə atılmadı. Belə deyim də, biz birincisi getmişdik ora məhkəmənin qanuni qüvvəyə minmiş aktını, icrasını təmin etmək məqsədi ilə. Yəni biz tərəfimizdən heç vaxt kiməsə qarşı, vətəndaşa qarşı heç vaxt zor tətbiq oluna bilməz. Biz sadəcə olaraq bizə məhkəmənin qərarı var, qanuni qüvvəyə minmiş aktı var. Biz onun icrasını təmin etmək məqsədilə getmişik ora. Və onlara da orada da izah etdik ki, biz heç kimin məcbur çatmırıq. Sadəcə olaraq Abşeron rayon məhkəməsinin qanuni qüvvəyə minmiş aktı var. Və əmlak da dövlətə məxsusdur. Qaçqınlara və məcburi köçkünlərin İşlər üzrə Dövlət Komitəsinə məxsusdur. Bunun icrası ilə bağlı gəlmişdik. Bir şey də soruşacağım. Onda dediklərinizdən belə aydın olur ki, həmin ailə hələ ki o evdədir. Bəli, hal-hazırda oradadılar, bəli. Əlavə olaraq bildirmək istəyirəm ki, mən özüm də Vətən müharibəsi iştirakçısıyam. Füzuli rayonu, Xocavənd, Şuşa şəhərinin azad olmasında iştirak etmişəm. Ali Baş Komandanımızın, cənab Prezidentimizin sənədzəminə əsasən Vətən müharibəsi iştirakçısı və Füzuli rayon işğaldan azad olunması medali ilə tərtib olunmuşam. Hal-hazırda özünüz bilirsiniz ki, yəni orada hal-hazırda bərpa iştirak edilir, tikinti bərpa işləri tam hazır olunsa sonra amma öz doğma yurduna köçəcək. Bəli, qaçqınların və məcburi köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin rəsmi cavabından da aydın oldu ki, məhz bu ailəyə yaşamaq üçün tam təmirli bir neçə mənzil təklif edilsə də onlar bundan imtina eləyiblər. Nəzərə alsaq ki, 30 illik işğal dövründə hər birimiz deyirdik ki, kaş ki Qarabağ azad olunsun, biz orada hətta çadır qurub
yaşayarıq. Amma indi belə nümunələrin olmağı əlbəttə ki, bizi üzür. Amma nə xoş ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda aparılan abadlıq, quruculuq işlərindən sonra artıq 90 minə yaxın əhali ora köçürülüb, orada işləyirlər və yaşayırlar. Onu da qeyd edeyim ki, bu günlərdə Milli Məclisdə artıq məcburi köçkün statusunun ləğvi ilə bağlı qərar da qəbul edildi. Çox güman ki, yaxın günlərdə məhz bu qərar da qüvvəyə minəcək.